Uca Allah belə buyurur: وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبٌ وَلَهْوٌ وَلَدَارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذِينَ يَتَّقُونَ أَفَلَا تَعْقِلُونَ. Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Ahirət yurdu isə Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər düşünmürsünüzmü? Böyük alim Sədi, Allah ona rəhmət etsin, buyurur ki, bu ayə dünya həyatının və ahirətin həqiqətini açıqlayır. Dünyanın həqiqəti budur ki, o oyun və əyləncədir. Bədənlər üçün oyun, qəlblər üçün isə əyləncədir. Qəlblər ona alidə olur, nəfslər ona meyl eləyir, qayğılar ona bağlanır. Onunla məşğul olmaq uşaqların oyunu kimidir. Ahirətə gəlincə isə o həm zatında, həm də sifətində, həm əbədi və davamlı olmasında Allahdan qorxanlar üçün daxildir. Orada nəfslərin arzuladığı, gözlərin ləzzət aldığı nemətlər vardır. Qəlb və ruh nemətləri, bol sevinç və şadlıq. Lakin ahirət hər kəs üçün deyil. Allahdan qorxub onun əmrlərini yerinə yetirənlər və qadağanlarından çəkinənlər müttəqilər üçündür. Məgər düşünmürsünüzmü? Yəni ağlınızı işlədib hansı yurdun seçilməyə daha layiq olduğunu dərk etmirsinizmi?